Deməli qızlar, baxın. Qazımızın üstünə günə düşür. Biz turşu pörtlədirdik, belə deyək. Turşu başdı. Çox təəssüf ki, götürə bilmədik, çünki qaynamalı idi, dayanmalı değildi. Və gördüyünüz kimi daşan bölgələr nə hala düşüb. Yəni həqiqətən çox bərbad vəziyyət, çox bərbad bir vəziyyət. İndi sizin gözünüzün önündə o gözəl, möhtəşəm məhsulumuzun gücünü sınayacağıq, birlikdə gitsinək. Deməli, püskürdəcəm məhsulumuzdan. Başına püskürtməsi gəlir şirkət tərəfindən. Deməli, püskürdük. Gözləyəcəm ki, deməli, düşünərsiniz ki, niyə bu qədər çox döküm? Çünki bu qədər çox yanığa mən düşünürəm ki, çox dökmək lazımdır. Bir dəqiqə gözləyəcəyik, çünki öz effektini bir dəqiqədə göstərir. Deməli, burada bir dəqiqə gözlədim. Nəticə. Mən ilk öncə istəyirəm bu buradan, bu şəkildə və diş fırsası. Bu işlətmədiyimiz diş fırsası. Gördüyünüz necə gözəl təmizlədi buradan. Doğrudan da möhtəşəm, həqiqətən də. Yəni, bu məhsul bunu təmizlədirsə deməli, həqiqətən də bir möcüzədir. Çox yanmışdı və bərbad haldaydı. İndi isə deməli, biz bunu süngər vasitəsilə təmizləyək. Ona deyim ki, süngərim də Faberlic'dəndir və son nəticəni sizinlə paylaşacağım. Bilmə baxımız var. Necə təmizləyir. Qızlar, möhtəşəm nəticə. Həqiqətən çox gözəl oldu. Təmiz. Heç bir yanıq, heç bir iz, heç bir qalıq qalmadı. Qazın üstü yepyeni gördüyünüz kimi də işıq saçır. Doğrudan da Faberlic məhsulları möcüzədir. Doğrudan da bu məhsul həqiqətən də şir gücündədir. Mütləq alın, istifadə edin.